Salam uşaqlar, bugünkü mövzumuz mexaniki iş, güc olacaq. Qüvvənin yer dəyişməyi hasilinə mexaniki iş deyilir. Və iş A hərfi ilə işarə olunur. Skalyar cəmiyyətdir. Vahidi isə 1 jouldur. 1 joulun açılışı kiloqram vurulsun metr kvadratı bölünsün saniyə kvadratına bərabərdir. Həmçinin Newton vurulsun metr. Və uşaqlar, işin düsturu A bərabərdir. F vurulsun S kosinüs alfaya bərabərdir. Burada F qüvvə, S isə yer dəyişmədir. Həmçinin müəyyən bir bucaq verilmirsə, elə A bərabərdir. F vurulsun S düsturla da hesablaya bilərsiniz. Və burada iş qüvvə ilə düz. Yer dəyişimlə də düz mütənasibdir. F konstant olduqda. Həmçinin uşaqlar iş mənfi müsbət və 0 qiyməti ala bilər. İş mənfi, müsbət və 0 qiymət ala bilər. Və yadınızda qalsın ki, qüvvə və yer dəyişmə eyni istiqamətdə olduqda bu zaman iş müsbət olur. Məsələn, bu F olsun, bu da S olsun. Qüvvə və yer dəyişmə istiqamətləri eynidirsə, bu zaman iş müsbət olacaq. Yəni A bərabərdir, F vurulsun S düsturundan hesablanacaq. Əgər iş mənfi olarsa, yəni qüvvə və yer dəyişmə bir-birinə əks olduqda iş mənfi olur. Məsələn, 180 dərəcə olur. Bu olsun qüvvəmiz F-miz, bu olsun bizim yer dəyişməmiz. Bu isə olacaq A bərabərdir, mənfi F-s, yəni iş mənfi oldu. Qüvvə yer dəyişməyə perpendikulyar olarsa, bu zaman cisim iş görmür. Yəni A bərabərdir 0 olacaq. Burada bir 90 dərəcəlik bucaq alınarsa, olacaq bu zaman perpendikulyar olanda iş 0 olacaq. Burada müsbət qiymətdir, burada mənfidir, burada da 0-dır. Və uşaqlar, bərabər sürətli hərəkətdə F konstant olarsa, işin zamandan asılı qrafiki A bərabərdir. Necə vuracaq? Biz bilirik ki, işin düsturu A bərabərdir, F vurulsun S. Burada S-in yerinə biz VT ifadəsini yaza bilərik. Onda olacaq VT vurulsun F. Burada baxırıq ki, iş zamanla necədir? Düz mütənasib asılıdır. Və bərabər təcili hərəkətdə F bərabərdir, konstant olarsa, bu zaman işin zamandan asılı qrafiki A bərabərdir, yeni F vurulsun S yazacağıq. Sadəcə F-i saxlayacaq, S-in yeni bərabər təcili hərəkətdə ifadəni yazacaq. S0t üstəgəl AT kvadratı bölünsün 2. Burada da iş zamanla kvadratik düz mütənasib olur. Və bərabər sürətli hərəkətdə S konstant olduqda bu zaman iş 0-a bərabər olur. Yəni iş 0 olur. Formada 0 olur. Və bərabər təcili hərəkətdə S konstant olarsa, işin zamandan asılı qrafiki sabit olacaq. Bu da belə. Və ağırlıq qüvvəsinin işi əks işarə ilə potensial enerjiyə bərabərdir. Yəni A bərabərdir, mənfi delta Y potensial. Həmçinin A bərabərdir, MGH düsturundan hesablaya bilərsiniz. Və uşaqlar, deformasiya olunmuş yayın gördüyü iş A bərabərdir, kx kvadratı bölünsün 2 düsturundan hesablanır. Və sürtünmə qüvvəsi yeganə qüvvədir ki, yalnız mənfi iş görür. Yadınızda qalsın, sürtünmə qüvvəsi yeganə qüvvədir ki, yalnız mənfi iş görür. Məsələn, belə bir mail müstəvidə quraq. Məsələn,
Biz bilirik ki, ağırlıq həmişə yerin mərkəzinə doğru yönəlir. Deyirəm ki, cisim mail müstəvidə yuxarı qalxdıqca ağırlıq qüvvəsi, yəni ağırlıq qüvvəsinin gördüyü iş mənfi olacaq. Gəlin baxaq. Baxın uşaqlar, istiqamətlərindən fərqlidir. Hansı hərəkətdir? Yavaşlayan hərəkət. Təsəvvür edin, bu təcildir. Təcildən qüvvə, verilmiş sürət bir-birlərinə necədir? Əksdir olanlar. O deyirik ki, yəni yavaşlayan hərəkətdə iş olacaq mənfi. İndi digər formada quraq. Məsələn, istiqamətləri eyni olsun. Birinin istiqaməti aşağı. Burada isə baxırıq ki, yəni cisim mail müstəvi boyunca aşağı sürüşdükdə ağırlıq qüvvəsi müsbət iş görür. İstiqamətlər eynidirsə, A böyükdür 0 olacaq. Deməli, belə çıxır ki, belə nəticəyə gəlirik ki, cisim şaquli yuxarı hərəkət etdikdə ağırlıq qüvvəsi mənfi, aşağı hərəkət etdikdə isə müsbət iş görür. Və reaksiya qüvvəsi N iş görmür. N reaksiya qüvvəsi iş görmür. Və çevrə üzrə bərabər sürətli hərəkətdə və üfüqi müstəvidə cismin hərəkəti zamanı ağırlıq qüvvəsi iş görmür. Bu zaman A bərabərdir 0 olur. Yenə deyirəm, çevrə üzrə bərabər sürətli hərəkətdə və üfüqi müstəvidə cismin hərəkət zamanı ağırlıq qüvvəsi iş görmür. Məsələn, belə bir müstəvi quraq. Belə bir şəkil formatında verə bilərlərsə, nə deyirəm, bu zaman iş görülmür. Gəlin sizdən belə bir tapşırıq işləyək. V-nin T-dən asılı qrafiki. Bu olsun birinci hal, bu olsun ikinci hal, bu da üçüncü hal. Baxaq ki, birinci hal, birincidə bərabər yeniləşən hərəkətdir. Bərabər yeniləşən hərəkətdə iş müsbətdir. A1 böyükdür 0. İkinci halda baxırıq, bərabər sürətli hərəkətdir. Və bərabər sürətli hərəkətdə iş 0-a bərabərdir. Üçüncü halda baxırıq ki, yavaşlayan hərəkətdir. Və bərabər yavaşlayan hərəkətdə iş mənfi olacaq. İndi sizdən izahına baxırıq güc. Görək, güc nədir? Güc, vahid zamanda görülən işə deyilir güc. Və yaxud işin görülmə yeyinliyinə mexaniki güc deyilir və N hərfi ilə işarə olunur. Skalyardır. Vahidi isə 1 wattdır. Gücün vahidi 1 wattdır. Açılışı isə joule bölünsün saniyə, həmçinin kiloqram vurulsun metr kvadratı bölünsün saniyə kubuna bərabərdir. Gücün düsturu N bərabərdir, A bölünsün T'dir. Həmçinin işin düsturunu əlaqələndirib də yaza bilərik. A-nın yerinə yazaraq F vurulsun S bölünsün T. Həmçinin bu S bölünsün T ifadəsi bizə verir V-ni. Düz xətli bərabər sürətli hərəkətdə S bölünsün T V-ni verir. Onda olacaq F vurulsun V düsturu. Deməli, güc sabit olduqda, yəni N konstant olduqda qüvvə sürətlə tərs mütənasibdir. Baxın, yanaşqa əməkdə tərs olur həmişə. F V ilə tərs asılı. Nə var? Güc sabit olduqda. Amma F konstant olsa, qüvvə sabit qalsa, N V ilə düz mütənasibdir. Və güc vahidi olaraq bir at qüvvəsindən istifadə olunur. Bir at qüvvəsi 736 vata bərabərdir. Sağ olun uşaqlar. İnşallah növbəti dərsdə görüşənədək.